Herkese salam dostlar. Bugün de yepyeni bir videoyla karşınızdayım. Bugünkü videomuzda eFootball 4.4.1 güncelləməsi ve yeni gelen paketten açılım edəcəyik dostlar. Video düzdür biraz gec gəlir çünkü yəni işlərim var idi. Hal-hazırda çəkirəm və yükləyərəm artıq axşam baxarsınız. Burada bizim paketimiz var ve bu paketten açılım edək dostlar. Bunun için dostumun hesabına keçim və oradan paket açılımımızı yerinə yetirək. Sizlər də video bəyənib kanalımıza da abunə olmağı unutmayın dostlar. Biz videoya keçid edək. Bəli dostlar, hal-hazırda açılımımıza gəldik. Biz buradan gördüğünüz kimi ekransızın. Aha, burada gördüğünüz kimi William Saliba'mız var. Valverde'miz var. Yani bizim burada yaxşı oyuncularımız var ve bunları çıxarmağa çalışaq. Yəni ən azı heç olmaya 1 epik və yaxud da 2 epik çıxarda, nə bilim. Hamısını çıxarsa təbii ki yaxşı olar, amma mən bir dənəsini istəyirəm, heç uzağa getmək istəmirəm. Buradan 100 ilə başlayaq. Ya bizimkilər, ya sizinkilər, bəlkə bu 100-lə çıxara bildik. Və bir şey gəlmir. Mən də aldığım çeləkdən yeyim. Olsa bir şey gəlmədi. Keçək ikinci açılımımıza elə. İkinci açılımımızda da 900 basaq. Ya 900. Bəlkə bu 900'dan nəsə əldə. Gözləyək. 900'ü basırıq. Ekran da açılmır. Mızırt. Bana da içinə gəlmədi və beləcə pulumuz getdi. Bir tane de 900'lü yatsaq. Məncə bu 900'ə verər. Məncə bu 900 bizim işimizə yarayar. Yəni artıq 129 oyuncu qalacaq zırt. Heç zat da gəlmədi. Biz şansımızı bir də yoxlayaq dostlar. Bir də 900 basaq, yəni Konami indi verməyəcək bizə. Bir də 900 basaq. Bu 900'da çıxar məncə. Bu 900'da çıxar məncə. Ooo, o atımız gəlir. Kim gəlir? William Saliba. Qəşəng. Bir dənə epik çıxartdıq. Fikirləşirəm davam edeyim yoxsa dayanım. Bəlkə burada dayanaq. Burada dayana bilərik əslində. Yəni birini çıxartdıq. Qalan coins qalar. Yox, davam edək. Davam edək. Sizlər üçün bunun hamısını dibinə kimi əmcüqləyək. Dibinə kimi. Bir də yer ataq. Məncə çıxar. Bir də 900 basırıq uşaqlar. Bu 900'da da çıxar məncə. Hə, bu 900'da da çıxar. Heç nə. Canınızın sağlığı. Ha, bir dənə 900 yoxlayaq. Bir dənə 900 yoxlayaq. Paket də bitirir. Çələlər də kim gəlir? Valverde gəlsin də. Kunde gəldi. Nəyə? Kunde də yoxlayaq. Kunde mərkəzdə 100 neçə səviyyə olur da Allah. 106'lıq oyuncu kim oynayır? Spicy meat. Yeah boy. That's it. Növbəti videoda da bunların oyununu çəkərəm də dayanıya. Bu videoda paket açılımı eləyək. Növbətində də bunların oyununu çəkərik. Qalan coinsimiz da bir xərcləyək. Bəlkə Valverde gəldi. Qalan coinsimizi də xərcləyək. Çiyələyi də yedim qutardım. Heç nə qalmadı. İnanmıram. Məncə çıxar. 300 coinsə verəcək. Gəlin dostlar. Bax 300'ə verir. Verir. Siz də böyle. Güzel. Bir də basın. Bir də 100'ə basın. Son 100'ümüzdür. Hesən dostlar gəlmədi. Hal-hazırda 2 dənə epik çıxartmışıq və
öz hesabıma qayıdım və videonu yekunlaşdıraq dostlar. Artıq burada da coinsi qurtardım. Dostum nə deyəcək bilmirəm. Nəsə qayıdım öz hesabıma. Nəysə dostlar, videomuzu sonlandıraq artıq. Ümidvaram ki, paket açılımından da sizlər də əylənə bildiniz. Bura qədər izləmişsə videonu bəyənib kanalımıza da abunə olmağınızı dostlar rica edəcəm və növbəti videoda da bunların artıq oyunlarını çəkərək görək necə oynayırlar. Videoya like atıb abunə olmağı unutmayın dostlar. Sağ olun.